Salam, Missiya TV-nin izləyiciləri, xoş gördük sizi. Efirdə yenə də görünməyən cəbhənin əsgərləri rubrikasıdır. Bugünkü rubrikanın qonağı da ötən dəfə ilk verilişimizdə qonağımız olan, təqaüddə olan xüsusi xidmət polkovniki Hamlet İsmailovdur. Çünki Hamlet müəllimlə keçən dəfəki verilişimizdə çox maraqlı söhbətimiz alındığı üçün və tamaşaçılar tərəfindən yaxşı qarşılandığı üçün, geniş auditoriya qazandığı üçün yenə studiyamıza Hamlet İsmailovu dəvət eləmişik. Onu da qeyd edim ki, Hamlet İsmailov ömrünü xüsusi xidmət orqanlarında keçirən Azərbaycanın cəsur oğullarından biridir. Hamlet müəllim, son vaxtlar biz tez-tez eşidirik ki, Azərbaycanlı gənclər xaricdə fəaliyyət göstərən radikal dini qruplaşmalara cəlb olunurlar. Və sözsüz ki, bu yönümdə həm Azərbaycan xalqını narahat edən suallardır, həm də sizin keçmiş çalışdığınız dövlət təhlükəsizlik xidmətini narahat edən bir suallardır. Bax, bugün bu yönümdə mən istər ki, sizin gördüyünüz işləri bizim tamaşaçılar eşitsin. Yəni, sizin dövrdə bu yönümdə aparılan işlərlə bugünkü gündə aparılan işləri müqayisə eləmək olarmı? Var mənim. Verdiyiniz sual çox maraqlı, həm də aktual bir məsələdir. Çünki Azərbaycana qarşı olan xaricdən o dost olmayan ölkələr tərəfindən çalışırlar ki, heç olmasa bir gəncləri cəlb eləsinlər ki, Azərbaycana qarşı onlar çıxış edib və təxribatlar törətsinlər. Əlbəttə ki, bizim bu günləri xüsusi xidmət orqanlarımız, başda Əlin Ağayev olmaq şərti ilə mən onunla çoxdan tanıyıram və onun peşəkarlığına da inanıram bugünkü gündə və onun kollektivi, orada o işləyən insanlar bu günləri bir amilə qulluq edirlər. Dövlətin təhlükəsizliyini qorumaq. Ona görə də bu geniş bir məsələdir. İndi onu hər şeyi demək də olmaz, amma mübarizə bu günləri o istiqamətdə də gedir. Çünki mən məsələn 1985-ci ildə işlədiyim dövrdə elə bir an olmuşdu ki, qonşu bizə dostluq naminə, nətər dərlər, dırnaq arası naminə bizim dini zəmində gəncləri cəlb eləmək istəyirdilər və onları sonradan istifadə eləmək üçün qaytarıb təxribatlar törətsinlər Azərbaycanın ərazisində. Onda mən doğrudan da bir siqnal aldım ki, belə bir şey var və 24 nəfər təxminən adam idi. İçində 4 nəfər də qız uşaqları var idi və mərkəzi aparatla birlikdə biz onun qarşısını aldıq və onları sərhəddən qaytartdırdıq geriyə. Onlarla tərbiyəvi söhbətlər oldu. Ondan sonra başa saldıq ki, bu günləri Azərbaycan Respublikası bu təhlükəsizliyini qorumalıdır. Nəyəm vasitəsilə olur olsun. Ona görə də bu günləri o bəzi gənclərin hansı ki, ola bilsin ki, bu gənc olduğuna görə səhv eləyib, bu dövlətin məsələn, dövlətə qarşı hərəkətlər eləmək üçün kiminsə sözünə qulaq asıb və yaxud hansısa marağa qulluq eləmək üçün istərdilər ki, geçsinlər, düşsünlər xaricə və sonra da onlar təxribatlarını Azərbaycanın ərazisində törətsinlər. Onda biz doğrudan da tez bir hərəkətə gəldik və o qrupun başçıları idi, kim idi, hamısını saxlatdırdıq və mərkəzi aparatın əməliyyatçılarla bir yerdə o təxribatın faktiki olaraq o təxribat idi. Qarşısını ala bildik. Bu, belə bir hadisələr olur. Bugün də biz gənclərə tövsiyə verməliyik ki, hər deyilən sözə şirinlik uymasınlar. Çünki Azərbaycan özü bir dəqiq inkişaf yolundadır və bizim xüsusi xidmət orqanlarımız, demirəm ki, müharibədən təzə çıxmış ölkədir, çətinliklər var. Buna da müvəqqəti olan şeylərdir, bunlara da dözmək lazımdır və Azərbaycanın bu günləri hər yerdə mənafeyini qorumaq lazımdır. Bu barədə hər tərəfli söhbətlər gedir və bizim orqanlar tərəfindən lazım olan profilaktikalar da aparılır ki, gənc insanları necə deyirlər,
səhv edən adamları, bu günləri gedib o türmələrdə yatmasınlar. Bunlar da bəli, qarşısını almaq üçün belə şeylər. Hamlet müəllim, baxmayaraq ki, siz 20 ildir təqaüddəsiz, ancaq belə bir deyim var ki, deyirlər ki, çekistin keçmiş çekist olmur. Çekist həmişə çekistdir. Siz 20 ildir ayrılmısınız da, elə bir hadisələr varmı fəaliyyətiniz dövrünüzdə, hansı ki, onları siz əbədi olaraq ürəyinizdə necə deyirlər, qəbr evinə qədər apara bilərsiniz. Yəni, susub heç vaxt bir sir kimi saxlayacaqsınız. Heç kimə heç vaxt danışmayacaqsınız. Başkanım, götür-qoy eləyəndə əlbəttə ki, biz fikirləşirik ki, doğrudan da biz sirrin içində yaşamışıq və böyümüşük. Qayda-qanun belədir ki, həqiqətən də dövlətin sirrini qorumaq o bizim üçün ən əsas məsələlərdən biridir. Baxmayaraq ki, 20 il keçib üstündən, amma elə məqamlar var ki, hələ bugün də o sir qalır və qalmalıdır. Özünü tərifləmək üçün yox. Məsələn, eləsi də var ki, rast gəlirlikdə görürsən, deyir ki, falan vaxt falan belə oldu. Amma biz ona öz payımıza görə xəbərdar oluruq ki, bilirəm, sən də işləmirsən bu orqanda, amma oran yeridir, danışığın yeridir. Ona görə də hər vaxt çalışmışıq bu sirri qoruyaq. Dövlətin sirri həmişə sirdir. Əgər insanların, məsələn, həyatına aid olan məsələ olanda daha da böyük bir sirdir. Burada dövlətin təhlükəsizliyindən gedir. Tək insanın yox, həm də bizim quruculuğun möhkəmləndirmək üçün və bundan sonra hansı yollarla biz gedib, hansı istiqamətdə gedib biz öz inkişafımıza çatacaq, hamısı bizim özümüzdən asılıdır. Bugün hətta ailənin içində də elə şeylər var ki, gəlib heç vaxt danışmırsan, demirsən ki, mən filan yerdəydim, filan söhbət oldu, filan oldu. Çünki bunlar ailə söhbətidir. Çekiş sirri. Bəli, çekiş sirridir, o da qalmalıdır sir kimi. Onu müəyyən əgər dövr var da, müəyyən dövrdə deyirlər ki, hər məlumatın öz dövrü var və öz zamanı var. Buna baxmayaraq, özümüz bir təcrübəli çekiş kimi seçirik ki, doğrudan da bunu biz mətbuata verə bilərik. Mən məsələn yazıcı kimi kitab yazdığıma görə elə şeyləri seçib gətirib qoyuram ortalığa ki, dövlətin təhlükəsizliyinə heç bir ziyan dəyməsin. Olan əhvalatları danışıram, amma incəliklər var, hansı ki, onlar bir sir kimi qalmalıdır. Ona görə də bu günləri öz həmkarlarıma da yeri gələndə özüm də biraz tövsiyə edirəm ki, özümə də, bəli, dövlətin sirri əsas məsələlərdən biridir. Onu da həmişə biz qorumalıyıq. Hamlet müəllim, qeyd elədiniz ki, siz də həm də yazıcısınız, şairsiniz və bu zamanla da xalqımız sizi həm də publisist kimi tanıyır. Bax, mən Çingiz Abdullayevə istərdim biraz müraciət edəm. Bugün Azərbaycanın dedektiv yazan, Azərbaycan dünyada tanınan yazıçılardan biri də Çingiz Abdullayevdir. Çingiz Abdullayevin 50-dən çox romanı var ki, bunların hamısı dedektiv janrda yazılıb. Mən o kitabları oxuyanda bəzən düzü inanmıram ki, bu kitabları yazan adam kənardan yazıb. Deyirəm, bəlkə bu elə özü əməliyyatlarda iştirak edib, bu əməliyyatları görə bunları qələmə alıb. Belə şey ola bilərmi? Mübariz müəllim, mən neçə illərdir hamı dost tanış da deyir ki, niyə gedib Yazıçılar İttifaqında üzv olmursan? Nəsə özümə biraz sığışdırmıram, təvəzzükarlıqdandır. Amma həqiqətən də bir gün Çingiz Abdullayev də mənimlə əməliyyatda olmuşdu, eləmişdi və o bilirdi ki, məsələn, mənim yazılarım Azərbaycan qəzetlərində də çıxıb, ondan sonra bu Exo qəzetində də gördüyümüz işlər haqqında oradan o məqalələr çıxıb və bu günləri doğrudan da mən fəxr edirəm ki, Azərbaycanın tək mən deyildim. Elə momentlər olub ki, Azərbaycanın cavan çekistləri o boydana armadan qabağında dayanır. Məsələn, 85-ci ildə Azərbaycanın ərazisinə
diversion qrupları atmışdılar, təxribat qrupları, kəşfiyyat təxribat qrupları və bizə göstəriş gəldi ki, sədrin Ziya Məhəmmədovun, general-leytenant Ziya Məhəmmədovun Yusufzadənin qolu ilə ki, bəs birinci etapda hüquq mühafizə orqanları ilə birlikdə təşkil edin və təxribatçıları zərərləşdirin. Həqiqətən də onda həmin dövr idi, 10 may idi və 1985-ci il idi. Çingiz Abdullayev o vaxt bizim Qaradağ Raykom Partiyasında işləyirdi və bu hadisəni eşidəndə mənim rəisim birinci katibə Balotina məruzə elədi ki, bəs belə bir tədbir hazırlanır. Ona görə də Çingiz müəllim də onda hüquq mühafizə orqanlarının kuratoru idi. Gəldi, icazə istədi ki, bəlkə mən də iştirak edeyim sizin o əməliyyat axtarış tədbirlərinizdə. Rəisim mənə dedi ki, necə məsləhət göstərdim, nə ziyanı var, bu detektiv romanlar yazır, bu kişi bu günləri bütün bacarığı ilə bizim orqanları da təmsil edir ki, yazır hər kitablarında, ondan sonra bu çıxışlarında da qeyd edir ki, bu günləri Azərbaycanın, məsələn, dövlətin təhlükəsizliyini qoruyan hansı orqanlardır. Və biz bu günləri məmnuniyyətlə, mənim fikrim budur ki, lap otursun mənim maşınımla bir yerdə gedək, o əməliyyatı, gördüyümüz əməliyyatı da izləsin. Düzdür, Çingiz müəllim maraqlı insandır və maşında otura-otura mənə çox suallar verdi. O bizdə limiterli suallar deyirlər də, hansına ki imkan var cavab verməyə, onlara cavab verirdi. Amma dövlətin sirrini daşıyan əgər doğrudan da suallar var idisə, onlardan biraz üstündən cavabsız qoyurdum və deyirdim Çingiz müəllim, bəlkə vaxt gələr bir gündə bu suallara qayıdarıq. Çingiz müəllim doğrudan da maraqlı insandır. Birinci etapda biz siqnal aldıq ki, məsələn, Səngəçal yolunun üstündə körpünün birinin imitasiya olub, partladıblar. Onda da qrupları zatları yığdıq, tərpəndik, getdik. Çox maraqlı şeydir ki, getdik biz DASAF-ın bir aerodromu var. Dedik, olsa desantlar bəlkə də ora tullana bilərlər, atıla bilərlər. Və gözlədik, görək bir 3-4 saat. Sonra dedim ki, bir soruşaq görək hansı şəraitdə bunlar desantları ata bilərlər. Orada instruktor var idi, təlimatçı. Ondan soruşdum ki, bəs belədir, istəyirəm mən də yazılan bu kurslara belə elə. Dedim, büyüyünü, məsələn, bu küləyidir, belədir. Ata deyir, yox, 8 metrdən əgər yuxarı olsa küləyin gücü, onda desantları atılırlar. Çünki onlar gedib başqa ərazilərə düşə bilərlər. Onunla da mən gəldim, tez qrupanı yığışdırdıq oradan, getdik başqa istiqamətdə və Ələt Salyan tərəfə yönəltməyə. Və Çingiz müəllim də mənimlə bir yerdə idi. Orada birinci etapda 6 nəfəri biz iş başında necə deyirlər, zərərsizləşdirib və mənim maşınımda olanda bir nəfər də hərbi geyimdə gördüm. Dedim ki, Çingiz müəllim, bu əlaqələndiricidir. Yerli adam olsaydı bu cür maraq göstərməzdi, ora-bura baxmazdı. Görünür ki, bu qrupanı gözləyir, hansı ki, ya təxribat edib dala qayıtmalıdır və kiminləsə birləşməlidir. Mülki geyimdə olan Əmrəddin İskəndərov var idi orada, polisin işçisi idi. Ondan xahiş edirdim ki, Əmrəddin, düşmanın dalıcan, üstündə də Əmrəddinin rasiya var idi. Hara getdi bu? Bir yarım saatdan sonra Əmrəddin zəng elədi ki, Hamlet müəllim, bəs Dumanlı Qobustan qəsəbəsinin çıxacağında körpünün altında bir avtobus dayanıb, içərisində də silahlı insanlar formada, bəli, silahlı insanlar görünür. Həmən o tutduğumuz biz 6 nəfəri, onlar gözləyirlər ki, qayıtsınlar və onlarla bir yerdə öz bazalarına qayıtsınlar. Onda deyəndə bir də gəldik, biz oranı razvedka elədik, kəşfiyyat elədik, görək bu kimlərdir, nədir. Gördüm ki, doğrudan da bu həmən o təxribat qruplarındandır. 2 başını təşkil elədik,
və bu avtobusu qabaqdan və arxadan blokirovat elədik ki, heç yerə tərpənə bilməsinlər. Mən də bu momentdə daxil oldum avtobusa və dedim ki, bəs bu təlimlərin qaydasına görə mən Dövlət Təhlükəsizlik Xidmətinin mayoruyam və siz burada tabe olunmalısınız. Silahlar, zatlar hamısı təhvil verilməlidir və sizə də bu başdan deyirəm ki, sizin o 6 nəfər də həbs olunub, tutulub və saxlanılıb. Onlar da indi, onların da sorğu-sualı gedir. Bunları götürdük, biz gəldik bizim şöbəyə və orada rəhbərliyə məlumat verdik və dedik ki, bəs belədir. Onlar da demək, general polkovnik Popova zəng elədilər ki, bəs belə bir hadisədə bunların bir qrupası tutulub və zərərləşdirib. İkinci etapda da biz Çingiz müəllim düzdür, iştirak eləmədi, amma Çingiz müəllim dedi ki, vaxt gələcək Hamlet. Mən həmin bu sizin gördüyünüz gözümün qabağında olan əməliyyatı ki, necə siz həyata keçirdiniz, o barədə yazacağam. Dedim, çox sağ olun. Yəqin ki, yazıb. Ola bilsin, bəlkə də yazıb. İndi hələ ki, bilmirəm, mən nə vaxt yazacaq, Allah bilir. O öz işidir, onun da işi çoxdur. Baz müəllim, yeri gəlmişkən Çingiz müəllimin o görüşlərindən də bir məqamı deyim sizə. 2015-ci ildə gəldim evə, rəhmətli yoldaşım dedi ki, o bilirdi mənim o bir nəfəri xilas etmişdim. Elektrikadan, təkərin altından faktiki olaraq çıxartmışdım. Və mənə dedi ki, Çingiz müəllimləndir, 2 nəfər əyləşmişdilər, Lider TV-də veriliş gedirdi. Və orada bir yoldaş dedi ki, istəyərdim bu 55 il keçib üstündən həmən o mənim xilaskarımla görüşəm. Əhvalatda danışıram. Mən tələbə idim Sumqayıtda və şəhərdə qalırdım. Elektrika güclə çatdırdım özümü və bir də baxdım, gördüm ki, elektrikanın əl tutanlarından əl sallanır bir dənə. Nə bədən görükür, nə insan. Bir də baxdım, gördüm ki, ayağı bir insanın, bir cavan oğlandı, ayaqları təkərlərə uca toxunur. Elektrika təkərlərə. 2 dəqiqədən sonra elektrika yaxınlaşmalıdır Fioletov stansiyasına və orada platforma, demək, əgər bu əlini çəkməsə oradan, ya təkərin altında qalacaq, ya da o platforma bunu dağım-dağım eləyəcək. Özümdə güc yığıb, bir əlim əl tutanından, o bir əlini bunun boynunun ardından flaşdan yapışdım, qaldırdım, qoydum tam buraya. Və xilas elədim. Xilas elədim bunu. Minnətdarlığımı bildirdi. Həm də mənim o tələbə yoldaşlarım da orada, bunlar da gördülər əhvalatı. Gəldilər, dekana dedilər ki, belə. Direktor çağırdı mənə, bir minnətdarlığımı bildirdi ki, sən bizim tələbəni, məsələn, xilas eləmişsən. İndi bu yoldaşım bunu deyəndə ki, məni bu 55 il bundan qabaq bir yoldaş söyləyib, yenə də özümə sığışdırmadım ki, Çingiz müəllimə mən deyə bilərdim. Onun həmişə əlaqədə saxlayırıq ki, Çingiz müəllim, o yoldaş kim idi? Çox maraqlı olardı ki, bugün də onunla görüşüb və xilaskarı ilə oturub söhbət eləyir. Ya mən də öz növbəmdə bilərdim ki, qarşımda oturan həmən orada insandır, həmən adam. Xilas elədiniz. Bəli, xilas edən insandır. Belə bir maraqlı bir əhvalat olmuşdu. Sonunda kitabım mənim İttiham və İflasdır. Bu kitabı da Qarbaçovun vaxtında o Azərbaycan xalqına qarşı və Azərbaycan rəhbərliyinə qarşı, şəxsən Heydər Əliyevə qarşı törətdiyi əməllərindən qeyd eləmişəm burada və onun ətrafında, Qarbaçovun ətrafında olan insanların necə Heydər Əliyevdən, məsələn, nəsə qisas kimi deyim, ya paxıllıqdanmı istəyirdilər ki, hər tərəfli onun, məsələn, siyasi bürodan uzaqlaşdırmaq. Bəli, siyasi bürodan uzaqlaşdırmaq və ondan sonra öz işləri görmək. Siz bilirsiniz ki, ağılda, kamalda Heydər Əliyev onlardan daha da üstün idi və dünya görünüşü də onun çox böyük bir geniş, necə deyərlər, yer tutmuşdu. Və ondan ehtiyat edirdi. Bəli, ondan ehtiyat edildiklərinə görə bir tərəfdən də Qarbaçovun ətrafı ermənilər idi. Ermənilərin də fitvası ilə bu
Azərbaycan xalqına qarşı necə 90-cı ildə qoşunu saldırdı Azərbaycana. Və 88-ci ildə Qarabağda. Bəli, 88-ci ildə Qarabağda da ayağını qatıb, orada da Azərbaycanlara qarşı bir nifaq yarandı. Bir şey də qeyd edə bilərəm ki, Ermənistanın özündə də 88-ci ildə yaşayan Azərbaycanlıların başına oyunlar gətirdilər. Onlar da məcburi oldular. Kütləvi surətdə deportasiya olundular. Bəli, kütləvi surətdə deportasiya olub. Mən özüm şəxsən Ermənistandan gələn, Qafandan gələn qatarı Ələt stansiyasında getdim, qarşıladım. İnanın ki, mübarizmən qadınlar bir ayaqqabıda, tapçıqada, bir alt paltarda gəlmişdilər. Uşaqların ayaqları yalan. Qışın günündə bunlar nə insaflar, necə bunları otuzdurub bu vaqonlara heç nə səzdə, evdən artıq paltar da çıxartmağa imkan verməmişdilər bura. Bu, demək, həmən kitabda da ona görə mən bunları qeyd edirəm ki, yəni Qarbaçovun Azərbaycan xalqına qarşı, bizim ümumilli liderə qarşı atdığı addımlar burada mən özümdə qeyd eləməliydim. Bir kitab belə də başlayır da ki, kim tarixi unudub, bir oxusun əzəldən, əsrlərlə Rus tutub Erməninin əlindən. Erməni də yapışıb Rusların ətəyindən, Rus bu halla barışıb, qovmayıb pətəyindən. Bu fəlsəfə səslənir, həyatın səhnəsində çox erməni gizlənir Rusların kölgəsində. Erməni güdüb Rusu hər küçədə, hər tində, Qarbaçovu doğrusu hətta doğum evində. Demək, orada belə bir əhvalat olur. Təbiət bir səhv edir, 31-ci ildə bir fəlakət baş verir Privolnaya kəndində. Doğum evinə gəlir, hamiləykən bir qadın, bir gün orada dincəlir, sonra doğur evladın. Həmin o söhbət Qarbaçovdan gedir. Qarbaçov, bəli, iş başına gələndə, ermənilərin də bu, nətər deyirlər, kömək oldu ona, ondan sonra Liqaçovun o vaxt nüfuz adı var idi, o da gətirdi. Dedi ki, qoy Qarbaçov gəlsin, o politbüronun üzvü də oldu, həm mərkəzi aparatlarda işlədi. Bir gün də orada bir lətifə yazdım ki, bunlar yığışıb qonaqlıq verirlər Brejnevə və deyir, bir lətifə danışım sizə, bir lətifə danışım sizə Mişa haqqında. Siyasi büro yığışır Liqaçovun bağında, qonaqlığın gür vaxtı birdən araq qutarır, hamı bir-birinə baxır, bağ sahibini axtarır. Bağ sahibi də Yegor bilir iş nə yerdədir. Deyir, gətirim Kagor, 3 kutu var evdədir. Kimdir Kagor içən, dedi Brejnev yerindən. Bir də çaxırı seçən, fikirləşsin dərindən. O vaxt çaxırı içəndə alkaş deyirdilər. Brejnev qalxır ayağa, çağırır Mişanı, deyir, getsin arağa, taxacam döş nişanı. O gündən cavan katib tez-tez gedir arağa, Kremldə işini atıb qulluq edir marağa. Sən demə, bu Qarbaçov büroda kiçik imiş. Onu hərdən Liqaçov arağa göndərirmiş. Odur ki, o hirslənir siyasi büronun əlindən, özünə konyak gizlədir, arağı kəsir kökündən. Budur həmin lətifə. Söylədim ki, biləsiniz, götürün dəsmal qətifə, göz yaşlarınızı siləsiniz. Yəni, bu zamanına çatmış bir lətifədir bu. Ona görə də bunun haqqında o kitabda da onu qeyd eləmişəm. Növbəti kitabınız da deyəsən nəşriyyatdadır da. Bəli, növbəti kitabım, daha doğrusu o kitabın birinci buraxılışı 2019-cu ildə olmuşdu və onun səhifələri haradasa 160-a qədər idi. İndiki təzə 2025-ci ilin buraxılışı o kitabın. Yenə də kitabın adı da Garanti Государственной безопасности. Garanti Государственной безопасности dediyim kitabın Garanti Государственной безопасности həmən o kitabdır və indi 100 miksə ilə çıxmalıdır bu. Sonrasındakı tələbat olar, yenə də artırarıq. 44 günlük müharibə. Sonra Heydər Əliyevin 102 yaşı tamam olmaqla əlaqədar ora əlavə materiallar daxil olub və indi oxucuların Allah qoysa özlərini görəndən sonra baxarlar ki, mən də çalışmışam orada
bir məqamı da yada salım, bu terrorizm mənim beynimdən çıxmır. Arzamas şəhərində böyük bir möhkəm partlayış olmuşdu. Və orada hətta partlayış yerindən aralı olaraq bir 100 metrədə təxminən 70-60 nəfər insan həlak olmuşdu. Bilirsiniz, onun bugünkü günəcəndə hələ axırına çıxmayıblar, partlayış nədən əmələ gəlib, nə. Orada mən tamamilə demək olar ki, sənədlərin əsasında yazıb o əhvalatları da izah eləmişəm ki, bu günləri ölkəmizi qorumalıyıq təxribatlardan, partlayışlardan, terrordan. Ona görə də o arzamas hadisələrini də burada yada salıram ki, bax belədir. Ondan başqa da Heydər Əliyev haqqında yenə də xatirələr var orada kitabda və biz üçün çox maraqlıdır. Milli liderimizin hərəkəti, onun davamçısı İlham Əliyev bu günləri hansı quruculuq işlərlə məşğuldur görür və Azərbaycanın nüfuzunu qaldırmaq üçün əlindən gələni edir. Bu günləri əsas bir məsələlərdən budur. Ona görə də mən o kitabımda bunlar haqqında qeydlərim gedib. Hamlet müəllim, çəkicilərə həsr elədiyiniz şeiri bəlkə səsləndirəsiniz, qoy tamaşaçılarımızı da eşitsin. Məmnuniyyətlə. Birinci dəfə bizim milli qəhrəman Riyad Əhmədovun anım günündə Şəhriyar klubunda xüsusi xidmət orqanlarının rəhbərliyinin təşkil edəyi tədbirdə mən orada çıxış elədim və bu şeiri dedim. Doğrudan da bizim nətərdir, görkəmli çəkişlərimiz olub və bu günləri başda mən hesab edirəm ki, Heydər Əliyev idi və ondan sonra onun məktəbini keçən çox çəkişlər var Azərbaycan xalqından. Bir də ki, onu da qeyd edə bilərəm ki, Azərbaycan xüsusi xidmət orqanlarının möhkəmlənməsində, milliləşdirilməsində Heydər Əliyevin rolu böyük olub. Ona görə də bu bir növ bu şeir Azərbaycan çəkisi adlanır. Bir növ bizim başda olan həm düyünləri qabiliyyətlə, nətər deyərlər, öz gücünü və ağlını istifadə edənlər ki, bu günləri Azərbaycanın təhlükəsizliyini qorumaq üçün həsr eləmişəm. Demək olar ki, Azərbaycan çəkislərin hamısına, bütün o kollektivə. İcazə versiniz, çəkis deyirəm. Deyir, çəkis olmaq hər oğul işi deyil. Buna görə daxildə olsun meyil. 3 amildir onu ucaldan qardaş. Təmiz əllər, isti ürək, soyuq baş. Bu amillər xas olarsa çəkisdə, düşmənini o çöktürər diz üstə. Aşkar edər təxribatın əməlin, qoymaz qırsın o dövlətin təməlin. Düşmənimiz bic, tülkü nəslindən, nə deyirsən gəlir onun əlindən. Terror edir, ev partladır bu alçaq, tələ qurur arxadan bıçaq. Lakin çəkis hər zaman çəkisdir. Dərin əqli əməli ilə ekizdir. Rəqib də hiss edir gücün, hünərin, gözə görünməyən bu cəbhənin əskərin. Hörmət edin çəkistin zəhmətinə, sadiq qalan xalqına, dövlətinə. O qoruyur ölkəni bədnəzərdən. Bunu deyib Ulu Öndər əzəldən. Heydər Əliyev və Hamlet İsmailov. Bax, belə. Çox gözəl. Hamlet müəllim, çox sağ olun, studiyaya gəldiyinizə görə maraqlı faktları açıqladınız. Bugünkü verilişdə mən bilirəm ki, tamaşaçılar tərəfindən yaxşı qarşılanacaq. Sağ olun ki, studiyaya gəldiniz. Hörmətli tamaşaçılar, Missiya TV-də görünməyən cəbhənin əsgərləri verilişinin ikincisi, yəni verilişi başa çatdı. Mən inanıram ki, növbəti verilişimizdə də maraqlı müsahibələrimizi sizə təqdim edəcəyik. Sağ olun, sağlıqla qalın.